Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz fiziki hərəkətlərin növləri və əsas formaları və fiziki tərbiyənin məqsəd və vəzifələri. Fiziki hərəkətlər təmrinlər anlayışı altında insanın hərəki qabiliyyətlərin inkişaf etdirilməsi, sağlamlığın möhkəmləndirilməsi, iş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə seçilmiş və istifadə olunan hərəki fəaliyyəti başa düşülür. Burada fiziki sözü yerinə yetirilən işin xüsusiyyətini əks etdirir. Təmrin anlayışı insanın fiziki və psixi xüsusiyyətlərinin inkişafına istiqamətlənmiş, bu fəaliyyətlərin icra üsulunun təkmilləşməsinə yönəlmiş fəaliyyətin təkrarlığını özündə əks etdirir. Hal-hazırda fiziki hərəkətlərin bir neçə təsnifatı mövcuddur. Anatomik əlamətlərinə görə bütün fiziki hərəkətlər qol, qıç, kürək, gövdənin ön və arxa əzələ qrupları və sair bu kimi qrup əzələlərinə təsirinə görə təsnif olunur. Bu təsnifata əsasən müxtəlif hərəkət kompleksləri tərtib edilir. Məsələn, səhər gimnastikası, atletik gimnastika, qızışdırıcı hərəkətlər kompleksi. Bunlar anatomik əlamətlərinə görə hərəkətlərə aiddir. Fizioloji əlamətlərə görə hərəkətlər maksimal, submaksimal, böyük və orta şiddətli qruplara bölünür. Maksimal, submaksimal, böyük, orta. Fizioloji əlamətlərə görə hərəkətlər maksimal şiddətli, submaksimal şiddətli, böyük şiddətli, bir də orta şiddətli qruplara bölünür. Maksimal şiddətli hərəkətlərə müəllimlər yüksək intensivli və insanın təxminən 20 saniyə ərzində yerinə yetirə biləcəyi hərəkətlər daxildir. Maksimal 20 saniyə. Maksimal şiddətli hərəkətlərə insanın təxminən 20 saniyə ərzində yerinə yetirə biləcəyi hərəkətlər daxildir. Buna misal olaraq 30, 60, 100, 200 metr məsafələrə qaçış, qısa məsafəyə üzmək və s. göstərmək olar. Submaksimal şiddətli hərəkətlərə 20 saniyədən submaksimal şiddətli hərəkətlərə 20 saniyədən 5 dəqiqəyə qədər 5 dəqiqəyə qədər olan icra olunan hərəkətləri aid etmək olar. Bu hərəkətlərə 400 metr məsafəyə qaçış, 800 metr məsafəyə qaçış, 1500 metr məsafəyə qaçışlar aid edilə bilər. Böyük şiddətli hərəkətlər. Böyük şiddətli hərəkətlər 5 dəqiqədən 30 dəqiqəyə qədər olan vaxt ərzində yerinə yetirilən hərəkətlərdir. 5 dəqiqədən 30 dəqiqəyə qədər. Böyük şiddətli hərəkətlər 5 dəqiqədən 30 dəqiqəyə qədər yerinə yetirilən hərəkətlərdir. Orta şiddətli hərəkətlər 30 dəqiqədən artıq olan hərəkətlər hesab olunur. 30 dəqiqədən artıq. Dedik ki, fizioloji əlamətlərinə görə hərəkətlər maksimal şiddətli, submaksimal şiddətli, böyük şiddətli və orta şiddətli qruplara bölünür.
Maksimal şiddətli hərəkətlər 20 saniyə ərzində yerinə yetirilən hərəkətlərdir. 30 metr, 60 metr, 100 metr, 200 metr məsafəyə qaçış, qısa məsafəyə üzmək. Submaksimal şiddətli hərəkətlər 20 saniyədən 5 dəqiqəyə qədər icra olunan hərəkətlərdir. Bu hərəkətlərə 400 metr, 800 metr, 1500 metr məsafəyə qaçışları aid etmək olar. Böyük şiddətli hərəkətlər 5 dəqiqədən 30 dəqiqəyə qədər icra edilən hərəkətlərdir. Orta şiddətli hərəkətlər 30 dəqiqədən artıq olan hərəkətlərdir. İstiqamət əlamətlərinə görə fiziki hərəkətlər bunlara nələr aiddir? Gəlin baxaq. İstiqamət əlamətlərinə görə fiziki hərəkətlər sürətə nə aiddir? Müxtəlif məsafələrə sprint qaçışı, sürət güc, tullanmalar və atmalar, dözümlülük, orta və uzaq məsafələrə qaçış, üzgüçülük, velo idman, hərəkətin koordinasiyası, suya tullanma, fiqurlu konki sürmə, gimnastika və akrobatika hərəkətləri, əyilgənlik, oynaqların mütəhərrikliyini yaxşılaşdıran əyilmələr, dartmalar, burulmalar, qüvvə, ağırlıq qaldırma, gimnastika alətlərində hərəkətlər, hərəki qabiliyyətlərin kompleks təzahürünü tələb edən çeviklik, mütəhərrik və idman oyun növləri, qılınc oynatma, boks və güləşin müxtəlif növləri qrupuna bölünür. Hal-hazırda müəllimlər fiziki hərəkətlərlə məşğələlərin 2 dərs və dərsdənkənar forması mövcuddur. Hal-hazırda fiziki hərəkətlərlə məşğələlərin 2 dərs və dərsdənkənar forması mövcuddur. Ümumtəhsil məktəblərində şagirdlərin fiziki tərbiyəsinin dərs formasına fiziki tərbiyə dərsləri aiddir. Fiziki tərbiyənin dərs formasının əsas fərqləndirici xüsusiyyətləri aşağıdakılardır. Gəlin baxaq. Dərsin məzmunu və strategiyasının fənnin dövlət standartları ilə müəyyən edilməsi. Yəni, fiziki tərbiyə dərsinin məzmunu və strategiyasını dövlət standartları ilə müəyyən edilir. Dərsin təşkili, keçirilməsi və təlim nəticələrinin qiymətləndirilməsinə vahid tələbatın mövcudluğu. Ümumtəhsil məktəblərinin şagirdləri üçün məcburi xarakterli olması. Yəni, ümumtəhsil məktəblərinin şagirdləri üçün məcburidir. Əvvəlcədən müəyyən olunmuş qrafika uyğun sistemli və davamlı olması. Məşğul olanların eyni yaş qrupuna aid olması. Dərs prosesinin peşəkar müəllim tərəfindən dəqiq müəyyən olunmuş 45 dəqiqə vaxt ərzində aparılması. Xüsusi ayrılmış və müvafiq tədrisata malik sahələrdə stadion, idman zalı bu məqsədlə hazırlanmış meydançada keçirilməsi. Müvafiq yaş qrupuna aid şagirdlərdə hərəkətlərdən məqsədli istifadə haqqında nəzəri biliklərin verilməsinə, hərəki bacarıq vərdişlərin aşılanmasına, hərəki qabiliyyətlərin inkişaf etdirilməsinə, mənəvi iradi xüsusiyyətlərin formalaşdırılmasına istiqamətlənməsi. Fiziki tərbiyə dərsləri həftədə 2 dəfədən az olmayaraq 45 dəqiqə ərzində aparılır. Fiziki tərbiyə dərsləri həftədə 2 dəfədən az olmayaraq 45 dəqiqə ərzində aparılır. Hər bir dərsin məzmunu dövlət standartları ilə müəyyənləşdirilir və bu dərslər digər fənlər kimi məktəbin ümumi tədris cədvəlinə daxil edilir. Fiziki tərbiyənin dərs forması haqqında danışdıq. Fiziki tərbiyənin dərsdənkənar formaları şagird sağlamlığının möhkəmləndirilməsinə, fiziki hazırlığın artırılmasına, hərəki qabiliyyətlərin inkişaf etdirilməsinə, fəal istirahətin təşkilinə və sair istiqamətləndirir.
Burada əsas yeri idman bölmələrində və ümumi fiziki hazırlıq qruplarında məşğələlər tutur. Şagirdlərin dərsdənkənar fiziki tərbiyəsinin digər forması idman və kütləvi bədən tərbiyəsi tədbirləridir. Buraya idman bayramları, turist gəzintiləri və yürüyüşləri, idman sağlamlıq günləri daxildir. Məşğələlər zamanı fiziki yükün tənzimlənməsi və nəzarət üsulları. Fiziki yük anlayışı, müəllimlər. Fiziki yük nədir? Fiziki yük anlayışı məşğul olanların yerinə yetirdikləri fiziki hərəkətlərin orqanizmə təsirinin ölçü meyarıdır. Baxın, bu fiziki yükdən imtahana suallar düşür. Fiziki yük anlayışı nədir? Fiziki yük anlayışı məşğul olanların yerinə yetirdikləri fiziki hərəkətlərin orqanizmə təsirinin ölçü meyarıdır. Fiziki yük iki xüsusiyyəti ilə fiziki yükün həcmi və fiziki yükün intensivliyi ilə xarakterizə olunur. Fiziki yükün həcmi və fiziki yükün intensivliyi. Fiziki yük dedik ki iki xüsusiyyəti ilə fiziki yükün həcmi və fiziki yükün intensivliyi ilə xarakterizə olunur. Fiziki yükün həcmi yerinə yetirilən hərəkətlərin miqdarı, sərf olunan vaxt, qət olunan məsafənin kilometri və başqa göstəricilərlə təyin edilir. Fiziki yükün həcmi yerinə yetirilən hərəkətlərin miqdarı, sərf olunan vaxt, qət olunan məsafənin kilometri və başqa göstəricilərlə təyin edilir. Fiziki yükün intensivliyi, hərəkətin icra tempi və sürəti, vaxt vahidi ərzində yerinə yetirilən hərəkətin miqdarı ilə müəyyən edilir. Fiziki yükün həcmi və intensivliyi arasında əks asıllıq mövcuddur. Həcm artdıqca intensivlik aşağı düşür və ya əksinə intensivlik artdıqca həcm azalır. Adi halda fiziki yükün orqanizmə təsiri ürək vurğularının say göstəricisi və yorulma əlamətləri ilə müəyyən edilir. Ürək vurğularının sayı orqanizmin fiziki yükün təsirinə reaksiyasını əks etdirən ən düzgün və informativ göstəricidir. Ürək damar sisteminin funksional imkanlarının artırılması məqsədi ilə tətbiq olunan fiziki yük zamanı ürək vurğularının göstəricisi 130 vurğu dəqiqədən aşağı olmamalıdır. Ürək damar sisteminin funksional imkanlarının artırılması məqsədi ilə tətbiq olunan fiziki yük zamanı ürək vurğularının göstəricisi 130 vurğu. Dəqiqədən aşağı olmamalıdır. Bu zaman fiziki yükün optimal diapazonu ürək vurğularının 130-170 vurğu dəqiqəsi arasında yerləşməlidir. 130-170 vurğu dəqiqəsi arasında yerləşməlidir. Yorulma nədir? Yorulma fiziki yükün təsiri ilə yaranan və orqanizmin iş qabiliyyətinin azalması ilə müşahidə olunan vəziyyətdir. Yorulma fiziki yükün təsiri ilə yaranan və orqanizmin iş qabiliyyətinin azalması ilə müşahidə olunan vəziyyətdir. Yorulmanın xarici əlamətlərinə dərinin rənginin dəyişməsi, tər ifrazının artması,
tənəffüs ritminin və hərəkət koordinasiyasının pozulması aid edilir. Fiziki yük çox böyük olduqda bədənin həddindən artıq qızarması, dodaqlar ətrafı hissənin göyərməsi, güclü tərləmə, tənginəfəslik, hərəkət koordinasiyasının pozulması müşahidə olunur. Yuxarıda qeyd olunan halların əlamətləri hiss olunduqda hərəkətlərin icrası dayandırılmalı və istirahət edilməlidir. Fiziki yükə qarşı davamlılığını ürək vurğuları ilə müəyyən etmək daha düzgün olardı. Yüngül fiziki yük zamanı ürək vurğularının göstəricisi 100-120 vurğu dəqiqə. Yüngül fiziki yük zamanı ürək vurğularının göstəricisi 100-120 vurğu dəqiqə. Orta fiziki yük zamanı 130-150 vurğu dəqiqə. Və böyük fiziki yük zamanı isə 100-150 vurğu dəqiqədən artıq olur. 150 vurğu dəqiqədən artıq olur. Fiziki tərbiyə dərslərindən sonra şagirdlərdə ürək vurğularının göstəricisi 8-10 dəqiqədən sonra dərsdən əvvəlki göstərici səviyyəsinə qayıdır. 8-10 dəqiqədən sonra. Fiziki tərbiyə dərslərindən sonra şagirdlərdə ürək vurğularının göstəricisi 8-10 dəqiqədən sonra dərsdən əvvəlki göstərici səviyyəsinə qayıdır. Ürək damar sisteminin sinir tənzimlənməsini, bədənin vəziyyətinin dəyişməsi testi ortostatik və klinostatik testlərlə müəyyən etmək mümkündür. Ortostatik sınaq gəlin baxaq müəllimlər. Ortostatik sınaq nədir? Ortostatik sınaq uzanmış vəziyyətdə nəbz vurğularının sayı 10 saniyə ərzində ölçülür. Uzanmış vəziyyətdə nəbz vurğularının sayı 10 saniyə ərzində ölçülür və 6-ya vurulur. Sonra ayağa qalxılır və dayanmış vəziyyətdə nəbz vurğuları yenidən ölçülür. Bu göstəricilər arasında, yəni uzanmış vəziyyətdəki nəbz vurğusu göstəricisi ilə ayaq üstəki nəbz vurğusu göstəricisi arasında 10-14 vurğu dəqiqənin fərqin olması 10-14. Yəni bu göstəricilər arasında dedik ki, yəni uzanmış vəziyyətdəki nəbz vurğusu göstəricisi ilə ayaq üstəki nəbz vurğusu göstəricisi arasında 10-14 vurğu dəqiqə fərqin olması normal hesab olunur. Fərqin 20 vurğuya qədər olması kafi, 20 vurğudan artıq olması isə qeyri-kafi hesab olunur. Bu göstəricilər arasında fərqin daha böyük olması yorğunluqdan və fiziki yükdən sonra bərpanın kifayət qədər olmamasından xəbər verir. Klinostatik sınaq nədir? Klinostatik sınaq müəllimlər əks ardıcıllıqla yerinə yetirilir. Yəni
Dayanmış vəziyyətdən uzanmış vəziyyətə keçid zamanı nəbz vurğusu göstəricisi arasında fərq müəyyənləşdirilir. Adətən normal halda 4-10 vurğu dəqiqə fərq normal hesab olunur. 4-10 vurğu dəqiqə fərq normal hesab olunur. Daha çox fərqin olması məşqlənmə effektinin olmasının əlaməti hesab olunur. Ştange sınaq. Ştange sınaq. Ştange sınaq nədir? Orqanizmin oksigen çatışmazlığına qarşı dayanıqlığı ştange sınağı ilə müəyyən edilir. Bu zaman nəfəs alaraq tənəffüs saxlanılır. Ağız bağlı olur və burun barmaqla sıxılır. Əgər belə halda məşğul olan 90 saniyədən artıq qalırsa, bu əla. 60-90 saniyə yaxşı, 30 saniyədən 60 saniyəyə qədər kafi və 30 saniyədən aşağı qeyri-kafi dəyərləndirilir. Məşqlənmə ilə əlaqədar olaraq tənəffüsün dayandırılması vaxtı artır. Müstəqil məşğələlər zamanı fiziki hazırlığın səviyyəsi üzərində fərdi nəzarəti həyata keçirmək üçün nəzarət hərəkətlərindən istifadə olunur. Məsəl üçün, sürət güc hazırlığı üçün yerindən uzunluğa tullanma, qüvvə hazırlığını yoxlamaq üçün hündür turnikdə sallanmış vəziyyətdə dartınma, dözümlük qabiliyyətini yoxlamaq üçün 3000 metr məsafəyə qaçışdan istifadə olunur. Qeyd olunan nəzarət testlərinin nəticələrinin dinamikası əsasında məşq prosesinin effektliyi haqqında müəyyən qərar qəbul etmək mümkündür. Sistemli olaraq aparılan özünə nəzarət tədbirləri fiziki hərəkətlərin orqanizmə təsirini müəyyənləşdirmək və təhlil etmək, eyni zamanda müstəqil məşğələlər zamanı fiziki yükü düzgün planlaşdırmaq və tənzimləmək, ifrat yorulmaya yol verməməyə şərait yaradır. Növbəti dərsimiz müəllimlər, fiziki tərbiyənin məqsəd və vəzifələri. Fiziki tərbiyənin məqsəd və vəzifələri. Fiziki tərbiyənin məqsədi nədir? Fiziki tərbiyənin məqsədi fiziki cəhətdən hərtərəfli və harmonik inkişaf etmiş, mənəvi və iradi keyfiyyətləri tərbiyə olunmuş, sağlam, yüksək əmək məhsuldarlığına və vətəni qorumağa hazır olan cəmiyyətin fəal qurucularını yetişdirməkdən ibarətdir. Fiziki tərbiyə fənninin məqsədinə nail olmaq üçün 3 vəzifəni yerinə yetirmək lazımdır. Hansı vəzifələrdir? Təhsil, sağlamlıq, bir də tərbiyə. Təhsil, sağlamlıq, bir də tərbiyə. Dedik ki, fiziki tərbiyə fənninin məqsədinə nail olmaq üçün 3 vəzifəni yerinə yetirmək lazımdır. Təhsil, sağlamlıq, tərbiyə. Təhsil səviyyəsinə aşağıdakılar daxildir. Gəlin baxaq. Hərəki bacarıq və vərdişləri mənimsəmək. Fiziki qabiliyyətləri təkmilləşdirmək. Sağlamlığı möhkəmləndirmək və qorumaq. Fərdi fiziki hərəkətlər sistemi, məşğələləri təşkil etmək üçün biliyə nail olmaq. Müxtəlif hərəki bacarıq və vərdişləri formalaşdırıb optimal təkmilləşdirmə səviyyəsinə çatdırmaq. İnsanın nə qədər çox hərəki bacarıq və vərdişləri icra etmək qabiliyyəti varsa, onun digər fiziki hərəkətləri mənimsəmək imkanları bir o qədər çox olacaq. İnsanlarda hərəki bacarıq və vərdişlərin formalaşması onların əmək, idman, müdafiə və digər peşəkar qabiliyyətlərinin təkmilləşməsinə imkan yaradır.
Bədən tərbiyəsi və idman sahəsində bilik əldə etmək insanın savadını, təhsilini, intellektini artırır, ondan istifadə edir və ömür boyu fiziki özünü təkmilləşdirmə ilə məşğul olur. Sağlamlıq vəzifəsinə aşağıdakılar daxildir. Gəlin baxaq. Fiziki keyfiyyətlərin optimal inkişafı. Bədən quruluşunun harmonik inkişafı və təkmilləşdirilməsi. Sağlamlığın saxlanılması, qorunması, möhkəmləndirilməsi, zədə və xəstəliklərdən sonra bərpası. Yüksək iş görmə qabiliyyətinin uzun müddət saxlanılması. Fiziki keyfiyyətlərin optimal inkişafı insan üçün çox böyük əhəmiyyət kəsb edir. Onlar insanın hərəki fəaliyyətinin əsas kompleks faktoru hesab edilirlər. Ümumi fiziki hazırlığın səviyyəsi fiziki keyfiyyətlərin inkişafı ilə müəyyən olunur. Fiziki keyfiyyətlərin istiqamətləndirilmiş inkişafı əsasında bir sıra vəzifələr həll edilir. Bədən quruluşunun təkmilləşdirilməsi, yəni əzələ kütləsinin, çəkinin, qamətin nizamlanması, yastı pəncəliyin və digər insan bədəninin məhdudiyyətlərinin düzəldilməsi. Bədən formasının təkmilləşməsi eyni zamanda orqanizmin funksional göstəricilərində təsir edir. İnsanın düzgün və harmonik inkişafı ancaq hərtərəfli fiziki hazırlığın təminatı ilə mümkündür. Fiziki inkişafın harmoniyası insan orqanizminin funksiya və orqanlarına müsbət təsir göstərir. Sağlamlaşdırıcı vəzifənin həlli orqanizmin xarici mühitin mənfi təsirlərinə, müxtəlif tipli xəstəliklərə qarşı davamlı olmağa imkan yaradır. İnsanın fiziki inkişafının uzun müddət optimal səviyyədə saxlanılması müxtəlif fəaliyyət sahələrində iş görmə qabiliyyətini, cəmiyyətdə xoş və sağlam həyat tərzini təmin edir. Tərbiyə vəzifəsinə aşağıdakılar daxildir. Dünya görüşü, yaradıcılığa fəal və şuurlu münasibət, inam, motiv və marağın formalaşdırılması, mənəvi, etik, iradi, əxlaqi və digər müsbət keyfiyyətlərin formalaşdırılması. Qeyd etmək lazımdır ki, İnsanın bir şəxsiyyət kimi formalaşmasında və inkişafında mənəvi və fiziki tərbiyə vəhdət təşkil edir. Bu səbəbdən bədən tərbiyəsinin müxtəlif təşkilatı formalarında tərbiyəvi iş səmərəli həll olunur.